Salam, ümid edirəm işlərin qaydasındadır. Bugün 8 yanvar 2026-cı il və bəli 2026-cı ildəyik artıq. Hamı bu sosial şəbəkələrdə bu il mənim olacaq dediyik. Halbuki hər kəs həmişə eyni söz deyir, amma bu ilin bizim olması üçün mənim fikrimcə, yəni bacardığımız qədər çox çalışmalı, bacardığımız qədər disiplinli olmalıyıq. Həyata qarşı, təbiətə qarşı, özümüzə qarşı və məncə də ki, bizim başarılı və bizim xoşbəxt və bizim uğurlu olmamız üçün ən birinci özümüzə qarşı biz qat olmalı, bacarmalıyıq. Hal-hazırda olduğum məkan Hollandiya, Lunterren meşəsi. Saat 10-a işləyir 20 dəqiqə. Əslində bu videonu dünən çəkəcəydim. Dünən burada dəhşət bir qar var idi, yəni 10-15 santim hündürlüyündə. Ona görə bugün çəkməyə qərar verdim və ümid edirəm ki, telefonum yerə düşməyəcək. Çünki onsuz telefonun ekranı qırıqdır. Telefonum yerə düşsə təmiz qırılacaq və mən burada bir ay və bəlkə daha çox telefonsuz qalacağam. Bugün danışacağımız mövzu məhsul olmaq, yəni məsuliyyəti özünə götürmək olacaq. Hətta telefonum düşsə belə məsuliyyəti özümə götürəcəm, çünki bunu mən istəmişəm, çünki və tripodum yox. Tripodum varsa götürməmişəm. Bu qədər xırdalıqlar niyə girdim, özüm də bilmirəm, amma girdim. Okey, problem deyil. Mən sizin açığı belə konseptləri xariclərdə falan çox görürəm. Hər hansı bir danışıq edəndə, hər hansı bir həyatdan, duyğularımızdan, özümüzdən danışıq edəndə meşədə falan çox seçirlər. Mən onu görüb sözün açığı ilhamlanmışam. Sözün açığı biraz bəzən danışıqda səhvlərə yol verə bilirəm. Bunu həm həyəcanıma, həm də ki biraz necə deyim, həyəcanıma bağışlayarsınız. Məsul olmaq. Mən burada suallar hazırlamışam. O sualları verəcəm özümə və o suallara uyğun olaraq yəni hazırda fikirlərim nədir? Bu barədə sorğu-sual eləyəcəyik. Məsul olmaq deyəndə, niyə görə etdiyimiz və başımıza gələn şeylərdən məsul olmağı sevmirik? Ən əsas hissəsi burasıdır. Niyə görə etdiyimiz və başımıza gələn şeylərdən məsul olmağı sevmirik? Mənim fikrimcə, insan təbiəti gərəyi, insanın o deyir, doğulanda o insanın müəyyən hisslər, müəyyən bir duyğular qoyulur. İnsan təbiəti gərəyi məncə insan qorxaq bir varlıqdır və məsul şəxs və məsul bir kimlik oluşturmaq istəmir. Bunun səbəbi məncə belə daha asan olduğu üçün. Biz təbiətimiz gəlir, həm qorxaq, həm tənbəl bir varlığıq. Mən elə düşünürəm. Nəyə görə tənbəlik? Çünki başımıza gələn hər hansı bir problemləri başqasına atmağı çox yaxşı bacarırıq. Məsəl üçün, mən yolda gedirəm, bir dənəsi maşını qoyub biraz daha pis park eləyib, mən ona dəyirəm və mən onu demirəm, mən özümə demirəm ki, onu, mən buna dəydim, nəyə görə bu maşını burada saxlayıb? Mən özümə demirəm ki, mən səhvlik elədim. Mən deyirəm ki, burada maşını saxlayarlar. Xüsusən də Azərbaycan kimi ölkələrdə bu xüsusiyyət daha bir böyük bir yaranmış şəkildədir. Nəinki bu söhbət, yəni misal gətirim, çox kiçik bir məsələdir. Burada söhbət çox böyük məsələlərdən də gedir. Şəxsi inkişaf olsun, şəxsi özün olsun, həyatın olsun, gələcəyin olsun, onda belə biz məsul olmağı bacarmırıq. Yəni bir şey olur, hamısını atırıq kiminsə üstünə və yaxud nəyinsə üstünə, amma əslində dönüb baxmalı olduğumuz, özümüzə qayıtmalı olduğumuz həqiqətən də özümüzük. Bu mənim fikrimdir. Mən inanıram ki, çox adam bu fikrinə razılaşar. Razılaşmasa belə heç yəni öz fikrimdə qalacam. Məsəl üçün, günümüzdə məsul mənim fikrimcə məsul olmamaq bir vaxtdan sonra insanda artıq çox deyinməyi də gətirib çıxarır. Çünki mən özüm də elə olmuşam, boynuma alıram. Amma səhvlərimi ən azından yavaş görməyə başlamışam. Çünki məsul olmayanda artıq bəhanələr çox gətirirsən, deyinmələr çox gətirirsən və daha çox şeylər gətirirsən. Bu mənim fikrimdir.
Məsəl üçün deyək ki, bir azından da olan bir gəncsiniz və deyək ki, mənim yaşlarıma gəlib çatmısınız, mənim 23 yaşım var və hər şeydən şikayətçisiniz. Hər şeyi ətrafınızda baş verən ananızdır, atanızdır, valideyninizdir, dövlətdir, siyasətdir və digər mövzuları hamısını, yəni qınayırsınız. Mən də elə olmuşam. Amma bu həqiqətən çox böyük bir səhv. Əsl qınamalı olduğun şəxs özünsən. Yəni bu bir motivasiya danışması deyil. Motivasiya cümlələri deyil. Amma sözün həqiqi mənasında mən gördüyüm odur. Çünki, okey, sən deyək ki, ailən mi səni çox baskı eləyir, məsəl üçün, ailən mi sənin fikirlərinə çox fərqli yanaşır, məsəl üçün. Okey, onları qəbullan. Lap çox baskı eləyirsə həyatıma bu qədər. Həyatını dəyişə bilərsən. Bu sənin əlindədir, bu sənin düşüncələrin əlindədir, bu sənin fikirlərin əlindədir, bu sənin maddi vəziyyətinin əlindədir. Yəni, əsas da fikirlərinin və fikrin olmasının əlindədir. Mənim yəni həqiqətən də dalına dayanacağım bir fikirdir. Okey, ailən mi şey eləyir? Okey, ailənin bildiyi, ətrafında dostların mı sənə pis yanaşır? Ondan mı məsul olmaq istəmirsən? Onları mı qınayırsan? Okey, dəyiş. İnsanlardır. Yəni bir insan bu qədər takıntılı olmaq məncə mənasız gəlir. Sözün əsl mənasında. Halbuki mən olmuşam əvvəllər. Mən bunu qəbullanıram. Okey. Dostların mı sənin fikrində deyil? Çoxmu fərqli fikirləşsən? Çoxmu xoşbəxt istəmirsən dostların özünü? Okey. Ətrafını dəyiş. Başqa adamlar axtar. Başqa yeni şeylər kəşf elə. Başqa yeni insanlarla tanış. Sevgilin mi səni çox belə baskı eləyir? Ona bütün deyinirsən. Deyirsən, məsul olmaq istəmirəm mən bu adam görə. Bu mənə belə şeylər eləyir. Okey. Səliqəli bir şəkildə ayrıla bilərsən. Amma hər dəfə kimsə sevgidən söhbət açanda, kimsə duyğuların söhbət açanda deyinməyin bir yeri yoxdur. Bəlkə sən qabağına çıxan insan düzgün adam olmayıb. Bəlkə sən həmin ki momentdə düzgün fikirdə olmamışsan. Bəlkə də sən özün düzgün adam deyilsən. Çünki sən hər şeyi qınayırsan, hər şeyi məsuliyyətini başqa kimsə üzərinə atırsan, nəyisə üzərinə atırsan. Bu və yaxud da sən ölkəni dəyişmək istəyirsən? Ölkəni dəyişmək üçün nələr edirsən? Və yaxud da hər hansı bir xəstəliyin mi var? Bu xəstəlik kimsə boynu atacaqsanmı? Məsəl üçün deyək ki, xəstəlik var, okey. Sən bunu qəbullandın, mənim xəstəliyimdir, okey. Mən bunu anlayıram. Buna görə nələr edirsən? Özlərinə düşən şey edirsənmi? Yox, mən xəstəliyim, sonra durum valideynlərimə eləyim ki, bütün günü necə sizə şikayətləneyim və məsul uşaq özüm olmayım ki, mənim uşaq vaxtı biraz yatanda yorğanın burası açıq qalıb, ona görə mənim böyrəyim ağrıyır, məsəl üçün. Yox. Uşaq vaxtı biraz deyə bilərsən, amma sən böyümüsən, artıq bir yetişkin bir şəxs kimi sən məsul olmağı 100% bacarmalısan. Bunu mən deyirəm, amma soruşsa ki, özüm nə qədər eləyirəm, bu biraz sual altındadır. Amma mən ən azından bu şeyləri görməyi bacarıram deyə bilərəm. Ona görə burada danışıram. Və belə bir təbiətin, belə bir qış havasını və belə bir meşəlikdə, halbuki çox sevirəm. Yəni, buraya gündən həqiqətən də çıxıb hər gün gəzirəm. Çox həqiqətən də həyatı yaşamaq üçün, həyat anlamaq üçün çox gözəl yerlərdir. Məncə, meşəlik, sakitçilik və tənhalıq özünü deyə bilərəm. Okey, mövzunu çox kənara çıxmayayım. Xəstəlikdə qalmışdıq. Ölkədə qalmışdıq. Xəstəlikdən sonra gəldik ölkəyə. Ölkəni dəyişmək istəyirsən, okey, ölkənin siyasi, iqtisadi, digər səhiyyəsimi, digər ümumiyyətlə bildiyiniz bütün düşüncə tərzimi pisdir. Okey, ola bilər. Ola bilər, çünki normaldır. Təkcə bizim ölkəmizdə və yaxud da ki, digər insanlar ölkələrində hər şey %100 deyil. Hər ölkənin özünün problemi var. İqtisadi, siyasi, yəni digər psixoloji faktlar var. Nə bilim, düşüncə tərzi tamam fərqlidir. Onu dəyişə bilərsən.
Yəni mənim ətrafımda olan adamlardan belə mən həqiqətən motivasiya götürmüşəm. Və bunu öz üzərimə mən məsul olmamışam ki, okey, mən məsəl üçün deyək ki, ölkəvi dəyişmək istəyirsən, bu məsul olan şəxs mənəm. Mən bütün gün oturub ancaq mənfi şeylər fokuslanıb deyinməyin bir adı yoxdur. Məsuliyyəti öz üzərinə götürüb həqiqətən də həyata başlamaq lazımdır. Və heç kimi də digər bir məsul şəxs kimi tutmaq lazım deyil. Öz həyatınızda qərarlarınıza, öz həyatımızda olan hədəflərə, məqsədlərə, xəstəliklərə və digər düşüncə yapısına və digər xüsusiyyətlərə görə. Çox kiçik bunlara qutarıram. Məsul şəxs olmaq üçün nə etməliyik? Məsul şəxs olmaq üçün biraz uzun video olacaq ola bilər ki, məsul şəxs olmaq üçün mənim fikrimcə özünə qıraqdan baxmağı bacarmalısan və hansı düşüncələrimizin bizi mənfi yola doğru itələdiyini görməlisən. Yəni, özünə baxmalısan, özünə fokuslanmalısan, sözün əsl mənasında. Yəni, özünə qıraqdan baxmağı bacarmalısan. Okey, indi bu günlərimizdə demək olar, heç kim özünə qıraqdan baxmağı bacarmır. Hətta buna içinə bəzən mən də daxiləm. Məsul şəxslər niyə daha məsuliyyətli və daha həyatda çox mövzuda qalib və bacarıqlı olur? Çünki özündən çox bir cüzdür. Çünki özlərini qıraqdan baxmağı bacarırlar, həyata qıraqdan baxmağı bacarırlar. Qıraqdan baxdığım mövzuda onlara nəyi dəyişəcək, nəyi dəyişməyəcək, bunları etməyi bacarırlar. Mənim fikrimdə budur. Və məsul şəxs olmaq üçün nə etməliyik? Məsul şəxs olmaq üçün məncə ilk addımlar uşaqlıqdan qoyulur. Əgər sizin valideynləriniz sizə müəyyən qədər bir yaxşı duyğularmı, yaxşı bir həyatmı, yaxşı bir düşüncə tərzimi aşılayıbsa, məncə də bu, yəni sizin gələcəkdəki həyatınıza təsir eləyəcək. Məsul şəxs olmaq üçün məncə özümüzü günahlandırmalı, özümüzə qıraqdan baxmağı və hər zaman özünü qıraqdan tənqid eləməyə bacarmaq lazımdır və özümüzə qatı davranmalıyıq. Qatı davranmaq bu o demək deyil, yəni ki, özünü öldürəsən. Yox, yəni realist də olmağı bacarmalıyıq. Mövzuya olduğu kimi baxmalıyıq və məsuliyyəti öz üzərimizə götürməliyik. Başqalarının üzərinə atmalı deyilik. Hər bir mövzuda. Mənim fikirlərim bu qədərdir. Video keyfiyyəti biraz pis ola bilər. Amma əslində bu da pis deyil. Mən əslində yəni normal bəyəndim. Amma bu da bir bəhanə deyil. Əslində gəldim, videomu çəkdim. Biraz da gəzəcəm və gedəcəm. Ümid edirəm həyatınızda ki, ən məsul şəxs siz özünüz olarsınız və həyatınızda baş verən problemlərin digərlərinin üzərinə deyil, öz üzərinə götürməyi, qəbullanmağı və bununla mübarizə aparmağı bacarasınız. Özünüzə yaxşı baxın, sağ olun.